Assalamu aleykum və rəhmətullahi bərəkatuh. Bismillahirrahmanirrahim. Məhərrəm ayı gəlib, həqiqətən Kərbala hadisəsi bu ümmətin ən böyük faciələrindən biri idi. Bunu gizlətmək, bu barədə susmaq, ya zalimlara bəraət qazandırmaq bu İslam dinindən deyil. İslam dinində haqsız yerə bir mömini öldürənə açın Quranı, 4-cü surəni, Ən-Nisa surəsini, 93-cü ayəni oxuyun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bu ayədə Uca Allah nazil edib: "Və men yaqtul mu'mina muta'ammidan fecezauhu cehennem xalidan fiha və ghadiballahu alayhi və la'anahu və a'adda lahu azaban azima." Kim bir mömini haqsız yerə kim bir mömini bilərəkdən, qəsdən öldürərsə, onun qalacağı yer əbədi olaraq cəhənnəm olacaq. Allah ona qəzəblənib, lənət edib və Allah ona böyük, əzəmətli bir əzab hazırlayıb. Əhl-i Beytin fəziləti çox böyükdür. Yəni, bunu bilməyənlər, ya, məsəl üçün, belə deyim də, Əhl-i Sünnə qaynaqlarından ən səhih sayılan Cəmi-ü Səhih Buxaridir, ya onu heç bir dəfə əvvəldən axıra qədər oxumayıblar. Mən daha başqa qaynaqlardan demirəm. İstir Müslim olsun, Abu Davud, Tirmizi, İbn-i Məcə, Ən-Nəsai, fərq yoxdur. Ya onlar heç bir dəfə oxumayıblar onu. Əksəriyyət mən biləm ki, oxumayıb. Ya da ki, müəyyən səbəblərə görə oxuyublar və bunu gizlədirlər. Oxuyublar və müəyyən səbəblərə görə bunu gizlədirlər. Bu böyük bir faciədir. Bunu unutmaq olmaz. Hicrətin 61-ci ilində, Məhərrəm ayının 10-unda, 10-cu gün hələ Aşura deməkdir. Rasulullah aleyhissalatü vesselamın nəvəsini haqsız yerə öldürdülər. Onun nəticəsini, körpə uşağı öldürdülər. Bütün qohum əqrəbəsini, bütün nəslini öldürdülər, bütün zürriyyətini öldürdülər. Yeganə sağ qalan kişi Ali ibn Hüseyn oldu. Yəni, Əli Əl-Əkbər sağ qaldı, Əli Əl-Əsxarı körpəni oxla vurub öldülər. Əli ibn Hüseyn nəyə görə sağ qaldı? Xəstə idi, ağır xəstə idi, çadırdan çıxa bilmədi. İşgəncə verdilər onları susuz buraxdılar. Və bunu edən insanlar özlərinə müsəlman deyildi. Bu böyük bir faciədir. Bu barədə danışmamaq, bunu gizlətmək, bu İslam dinindən deyil. Ya qatillərə bəraət qazandırmaq. Və qatillərdən əlavə bunu sifariş edən şəxs var. Bunu sifariş edən şəxs məlumdur kimdir? Yezid ibn Muaviyyədir. Onu sevənlər, onu müdafiə edənlər sonra sahabə sevgisindən danışırlar. Hüseyn ibn Ali sahabə deyildi. Heç olmasa bir dəfə oxumusunuz hədis kitabları, onun fəziləti barəsində hədislər bilirsinizmi? Yaxşı, sizdə sahabə sevgisi var. 2 il sonra, 61-ci ildə, hicrətin 61-ci ilində İmam Hüseyn şəhid oldu Yezidin əmri ilə. 63-cü ildə Yezid ordu göndərir, Müslim ibn Uqba idi deyəsən, o komandirin adı, Allah ona da lənət eləsin. Mədinədə 80 dənə sahabə öldürürlər onlar. 80 dənə. Harra hadisəsi, hər yerdə keçir bu. Mən yenə deyirəm, müsəlmanların böyük bir qrupu heç bir tarix kitabı ömür boyu oxumayıblar. Harra hadisəsi Buxaridə də keçir, Müslimdə də keçir. İzah olunmur, amma adı keçir Harra hadisəsi. Onlar maraqlanmırlar nə olan bir şeydir. 80 dənə sahabə Yezid bin Muaviyyəyə beyət vermək istəmirdilər. Onun hakimiyyətini qəbul etmirdilər. Yezid bin Muaviyyə ordu göndərdi, 80 dənə sahabəni öldürdü. Siz Əhl-i Sünnə özünüzə deyirsiniz, sizin 4 imamımız vardı, fiqh imamı. Məlik ibn Anas onlardan biridir. O deyir ki, onlardan 3-ü Quran hafizə idi. Hamı fəzilətli şəxslər idi və hamı ağsaqqal kişilər idi. Və ondan sonra 3 gün ərzində, yenə deyim, ola bilsin, indi adı qarışdırım, deyəsən Müslim ibn Uqba idi o komandanın adı. 3 gün Mədinədə nələr törətdi? Nələr törətdi? Müsəlmanların malını, mülkünü əlindən aldı, müsəlmanların qadınlarına təcavüz elədi. Oxuyun da bir, hansı istəsəz, hansı istəyirsiniz, Tarix-ət Təbəri açın, oxuyun. Başqa hansı tarix kitabı istəyirsiniz? Tarix-u Dimaşq istəyirsiniz, nə bilim, Əl-Bidə və Nihayə istəyirsiniz, hansını siz açın, baxın.
Müsəlman qadınlarına təcavüz etdilər, həmən o Yezidin ordusu özünə müsəlman deyənlər. Və ondan sonra dünyaya gələn övladların, uşaqların adını Əvlədül Harra qoydular. Böyük bir fəlakət idi bu. Əhl-i Beytin böyük bir fəziləti var, böyük bir yeri var. Onların haqlarını tapdaladılar. Yəni bunu gizlətsələr də, nə etsələr də Allaha həmd olsun. İndiki zamanda nəyisə oxumaq üçün dəvəyə minib Səmərkəndə ya Misirə getməyə ehtiyac yoxdur. İndi hər bir kitabı 2 dəqiqəyə yüklüb oxumaq olar. Və bunu unutturmaq ən böyük yalanlardan biridir. Yəni mən özümə nə əhl-i sünnətə nisbət edirəm, nə əhl-i şiəyə nisbət edirəm. Allah Quranda necə buyurur? Huve semmakumul muslimine min qablu və fi hazə. Həc surəsinin sonuncu ayəsi. O, yəni Allah sizi bu kitabda da, öncəki kitablarda da müsəlman adlandırdı, muslim. Mənə yetər bu. Yəni, məsəl üçün yeri gəlsə, əhl-i şiənin ibadətdə, əsasında duada etdiyi xətalara, yəni mən şirk kimi baxıram və əhl-i şiənin bu məsələsinə mən qatılmıram. Amma əhl-i beytə qarşı böyük bir zülm olunur. Bunu gizlətmək olmaz, bunu gizlətmək doğru deyil. Və İslam dini qaldı həmən o zalimların əlində. Onlar İslam dininin başına necə oyunlar açdılar, necə dəyişikliklər etdilər. Siz, məsəl üçün, kim ki sələflərdən danışır. Sələflər hamı birləşdi. Bütün tabiin alimlər birləşdilər, hamı. Bir dənə Həsən Əl-Basri onlardan ayrıldı. O hadisənin adı keçir Sərvatul Qur'an. Qarilərin inqilabı və hamısı Əməvilərə qarşı çıxdı. Onları da hamısını öldürdülər, onları da şəhid etdilər. Siz nə sahabə sevirsiniz, nə tabiin sevirsiniz, boş-boş söhbətlərdir bunlar. 80 dənə sahabəni bir gündə öldürdülər, bütün tabiin alimləri öldürdülər, Rasulullah aleyhissalatü vesselamın nəvəsini öldürdülər. Siz yenə bu şeyləri örtbasdır edirsiniz, həmən insanları qoruyursuz, müdafiə edirsiniz. Burada səmimiyyətin izi tozu yoxdur belə.